Aha, deməli, Səncə qoşunun gəlməsindən bayaq danışdıq ki, gəlirlər, aman istəyirlər, Misirlilər ki, bəs Səncə qoşunu bizim üzərimizə gəlib. Bu zamanda İskəndər vəzirinə məsləhət görür. Vəzir də deyir ki, get, döyüş. Bu döyüşdən qalib gələcəksən və bəxtimin işığı parlayacaq. Və həqiqətən də belə olur. Bu hissədən, baxın bu hissədən biz bayaq burada danışdıq. Hansı hissə? Bax, bu hissədə danışdıq. Bu təkrar hissədir. Bura baxmağa ehtiyac yoxdur. Deməli, baxaq Daranın İskəndərlə müharibəsinə. Aha, deyilənə görə Dara İskəndərin sahib olduğu torpaqlara qoşun göndərir. Cəmaatı qırıb ölkəni viran qoyur. Daranın bu hərəkətindən İskəndər xəbər tutanda casuslardan biri İskəndərə deyir ki, düşmən qoşunu sərxoşdur. Deməli, Dara yaxşı insan olmuyor və İskəndərin döyüşçülərini, cəmaatı qırır. Və bu zamanda ümumiyyətlə Daranın adamları da onun əlindən cana gəlmişlər. Çünki çox qəddar insan olur. Daranın adamlarından biri gəlib deyir ki, bəs Dara sərxoşdur, casus gəlib deyir. Buna diqqətli olaq. Deyir ki, düşmənin qoşunu sərxoşdur. Sən gecəyinin ki, düşməni darmadağın elə. İskəndər də gülərək deyir ki, günəş gizlənməyi sevməz. Mən bunu özümə rəva bilmərəm. Yəni deyir, mən gedib gecə ikən onların sərxoşluğundan istifadə edib, onlar yatmışkən onları öldürə bilmərəm. Mən üz-üzə açıq şəkildə döyüşmək istəyirəm. İskəndər adi bir quldur kimi zəfər qazana bilməz. Bunu kimə deyir? Daranın casusuna deyir. Digər bir casus isə dedi. Düşməniniz sayı hesabı bəlli olmayan bir qoşunla üstünüzə gəlir. İskəndər buna belə cavab verdi. Bir qılınc 100 öküzün bağrını dələr. Deməli, digər casus da İskəndəri qorxutmağa çalışır və deyir ki, düşmənin sayı hesabı çoxdur. İskəndər də cavabında deyir ki, bir qılınc 100 öküzün bağrını dələr. Yəni, mənim üçün sayınız o qədər də önəm kəsb etmir. Sərkərdənin bu sözü bütün qoşunu ruhlandırır. Sərkərdə deyir, söhbət İskəndərdən gedir. O nəzarətində olan bütün ölkələrə xəbər göndərdi ki, hər kəs durmadan dərgaha gəlsin. İskəndər Rumdan, Əfrəncədən, Misirdən, Rusdan gələnləri içkisiz bir məclisə yığır. Deməli, İskəndər məclisə yığılanlara Daranın açdığı müharibədən, döyüşdən söz açır. İskəndər bir məclis qurdurur və başlayır oradakı insanlara, ağsaqqallara, sərkərdələrə müraciət edir. Deyir ki, bəs mən Dara ilə yəni açıq döyüşə mi girim, nə edim, müharibə necə edək ki, uğurlu keçsin, başlayır bunlarda məsləhət almağa. İskəndər burada fala baxdırır və öz taleyinin üstün gəldiyi bir gün müharibə üçün uğurlu hesab edir. Görür ki, yəni uğurlu gəlir bunun falı. Qılıncla, qoşunla Daranın üzərinə hücuma keçir və məclisdəkilər də deyir ki, sən döyüşü yaxşı olacaq. Daranın ölkəsində əhali İskəndərin gəlişini böyük sevinclə qarşılayır. Səbəb odur ki, insanlar Daranın əlinə təngə gəlib. Ona görə yəni İskəndərin bir növ çıxış yolu kimi görürlər ki, İskəndər Daranı öldürəcək və bunlar Daranın zülmündən xilas olacaqlar. Bunu eşidən Dara ağıllı kəslərdən çarə istəyir. Dara da öz adamlarından çarə istəyir. İskəndərə qalib gəlməyin yollarını axtarır. Deməli, Fəribərz adlı bir pəhləvan vardı. O Daraya vaxtilə ulu babası mənə demişdir ki, vaxt gələcək, Rum elindən bir sərkərdə dünyanı fəth edib, İranı da məğlub edəcək. Ola bilər ki, bu İskəndər olsun. Ona görə də sülh bağlayaq, onu ölkəyə buraxmamaq ən doğru yoldur, deyə Daraya məsləhət verdi. Deməli, Daraya məsləhət verən kimdir? Pəhləvandır. Fəribərz adlı pəhləvandır. O Daraya deyir ki, bəs mənim ulu babam bir dəfə demişdir ki, bir şəxs olacaq, Rum elindəndir. Hər yer fəth edəcək, gəlib axırda İranı, yəni Daranın ölkəsini də məğlub edəcək. Və həmən pəhləvan Daraya deyir ki, ən yaxşısı biz ona sülh bağlayaq. Dara da bunu eşidir, əsəbləşir. Dara da qoca olur da, yəni çox əslində təcrübəli olur və düşünür ki, İskəndər gəncdir, acizdir, zəifdir, mənə heç nə edə bilməz. Bununla da hirsi soyumur və İskəndərə təhqiramiz bir məktub yazır.
İskəndər də öz növbəsində ona özünə məxsus bir cavab məktubu göndərir. Deməli, İskəndərlə Dara yenə də məktublaşır. Beləliklə iki böyük hökmdar arasında müharibə başlayır. Döyüş zamanı Daranın zülmündən cana gəlmiş iki sərkərdə ona xəyanət edərək İskəndərə sığınır. Diqqətli oluruq, bu çox vacib məqamdır. Artıq müharibə başlayıb. Müharibə başlamamışdan qabaq casuslar olur. Casuslardan biri deyir ki, düşmən sərxoşdur, gəl gecə ikən öldür. Digər casus da deyir ki, düşmənin sayı çoxdur. Artıq müharibə başlayandan sonra isə iki nəfər Daranın adamı olur. İki sərkər də olur. İki sərkər də gəlib Daraya xəyanət edir və İskəndərə sığınırlar. Onlar İskəndərə Daranı öldürəcəklərinə dair söz verirlər. Və əvəzində isə deyir ki, xəzinəvi bizə açıq qoy, yəni çoxlu pul ver bizə. İskəndər onlara inanmır, çünki düşünür ki, bu sərkərdələr neçə ildir ki, Daraya xidmət ediblər Daranın sarayında. Yəni bunlar belə deyək də xəyanətkar insanlardılar. Ona görə düşünür ki, bir gün mənə də xəyanət edəcəklər. Ona görə onlara inanmır, amma onlarla razılaşır, əhd peyman bağlayır. Xain sərkərdələr isə Daranı öldürürlər. Deməli, Daranı İskəndər öldürür desə səhvdir. Daranı öz adamları, həmən iki nəfər Daraya xəyanət edən sərkərdələr öldürür. Və İskəndərin yanına gəlirlər. İskəndər ölüm ayağında olan Daranın yanına gəlir və onu qanlar içində torpağa sərilmiş görür. İskəndər Daranın halına acıyır və onun üçün ağlayır. Nəhayət Dara ölməzdən və son nəfəsdə İskəndərdən 3 şey istəyir. Birincisi onunla ədalətli rəftar etməyi, ikincisi İran taxtına zərər yetirməməyi, üçüncüsü hərəmxanaya toxunmamaq və qızını qorumağı. Hərəmxana da onun xanımlarının olduğu bir otaq idi. Deməli, 3 dənə vəsiyyət edir Dara İskəndərə. Və yadda saxlayırıq ki, İskəndər axırda həmən o xain 2 dənə sərkərdəni öldürtdürür. Çünki düşünür ki, bunlar Daraya xəyanət edibsə, mənə də xəyanət edə bilərlər. Beləliklə İskəndər İran taxtının sahibi olur və xəzinənin üzünü xalqa açır və Daraya verdiyi sözləri əməl edir. Yəni, Daranı öldürən 2 xaini edam etdirir, şaha xəyanət etməyin aqibətini hər kəsə göstərir və Daranın qızı Rövşənəklə evlənir. Axı Dara ona demişdi, mənim qızımı qoru. Və Daranın qızı Rövşənəklə evlənir. İstəxrə gələrək başına tac qoyur. Beləliklə o rəsmən İran taxtının sahibi olur. Ölkədəki hər cür fitnə fəsadı aradan qaldırır. Deməli, yəni xalqın sevgisini qazanır və başlayır dünyanı səyahət etsin. Buna görə Rövşənəyi və əldə etdiyi xəzinəni Roma göndərir. Rövşənəy həyat yoldaşı olur və qənimətləri Roma göndərir, yəni öz məskəninə göndərir. Bu qərarından sonra o ilk səfərini Ərəbistana edir. İlk səfər Ərəbistana olur, ardıcılığı yadda saxlayırıq. Ərəblər İskəndəri yaxşı qarşılayırlar. Ona hər çeşid lüzumlu yeməklər, hər bir şey, xəzinələr bağışlayırlar. Hökmdar Ərəbistana gedir, axı peyğəmbər olur. Ona görə ilk səfər Ərəbistan olur, Kəbəni ziyarət edir. Bu vaxt Azərbaycan ölkəsindən bir elçi gələrək İskəndərə deyir: Ey şahım, Davali adlı hökmdar ölkəmizə zülm edir. Bunu eşidən İskəndər Ərmənə qoşun çəkir və burada sülhü, abadlığı bərpa edir. Deməli, İskəndər 1-ci Ərəbistana gedir. Ərəbistandan Yəmənə gedir. Yəməndən Yunana gedir. Sonra gəlir Azərbaycana. Azərbaycanda bir nəfər ölkəyə zülm edirmiş, gəlir həmən insanı aradan qaldırır. Ondan sonra Abxaz şahını da özünə tabe edir. Həmən zülmkar şah idi, onu özünə tabe edir. Və başlayır deməli Nüşabəni görməyə. Nüşabə ilə görüşür, həmən hissəni dərslikdə danışmışıq. Burada danışmağa ehtiyac yoxdur. Deməli, Nüşabə ilə görüşür. Bu hissə Nüşabə ilə görüşməsi hissəsidir.
Axırda Nüşabə ilə ət peyman bağlayır və gedir. Deməli, sonra İskəndər şimala üst tutur. Şimalda Dərbənd qalasını ələ keçirir. Sonra o Elbrus dağına tərəf hərəkət edir. Seyir qalasına gedən İskəndər Keyxosrofun qəbrini ziyarət edir. Deməli, haralara gedir. Daha sonra gedir Dərbəndə. Dərbənddən gedir Keyxosrofun qəbrinə. Oranı ziyarət edir. Sonra Hindistana gəlir. Burada əmin-amanlıq yaradıb gedir Çinə. O Çin xaqanına tabe olmağa çağırır, ondan vergi tələb edir. Baxın, Çin xaqanını özünə tabe etdirir. Çin xaqanı ona vergi verir. Ardıcılığı yadda saxlamaq lazımdır. Ərəbistana gedir. Ondan sonra 1-ci Ərəbistana gedir, Kəbəni ziyarət edir. Ondan sonra isə ardıcıl olaraq digər ölkələrə gedir. Xaqan bu tələblərlə razılaşmır, müharibəyə hazırlaşır. Çin xaqanı deyir ki, mən vergi verməyəcəm. Alim libasında İskəndərin yanına gələn Çin xaqanı onun qüvvəsini, bacarığını öyrənmək istəyir. İskəndərin igid, qorxmaz, gücsüz sərkərdə olduğunu görən xaqan müharibə fikrindən çəkinir və o 1 illik xərac verir. Sonda da İskəndərlə sülh bağlayır. Xaqan İskəndərin şərəfinə ziyafət düzəldir. Ziyafət düzəldən kim olur? Həmən Çin xaqanı. Axırda vergi də verir, sülh də bağlayır, xərac da verir, hətta ziyafət də düzəldir. Bu məclisdə Çinlə Rum nəqqaşları yarışırlar. Xaqan İskəndərə qiymətli hədiyyələr verir. Deməli, çoxlu hətta kəniz, yəni xidmətçi bağışlayır. İskəndər deməli Rus sərkərdəsi Kıntalın Bərdəyə hücum etdiyini, şəhəri dağıtdığını eşidir və Nüşabəni əsir aldığını eşidir. Deməli, həmən vaxtda da Kıntal Bərdəyə hücum edibmiş. Bu da gəlir, Nüşabəni xilas edir, Kıntalı məğlub edir, Nüşabəni əsirlikdən qurtarır.